Again, we have gap filling and true false not given, and we should start for sure with gap filling questions. So one word only, it means we can just write one word. You cannot write any number, you cannot write two words, okay? Do not forget this. So then we will find some keywords. What are the keywords? Keywords can be names of people, yes, numbers, names of cities, countries. If you don't have any of them, then nouns can be taken as our keyword. So what do you think when we look at this part? Which word can be taken as our keyword, for example? I think Frankton Village or Yes, or 2.5. 2.5. The easiest one is 2.5, right? Or we can take this one. So let's try to find it in the given passage. If you see, just tell me. I think that's here, right? Yes. Okay. And near an ancient road known as. Guys, what is the synonym of known as? Do you know? It can be like namely, or it can be named as, for example, such as, something like this can be given as our answer. So we need to find ancient road, something like that in this part. So let's look for this in this case. Ancient road. Village is here. Track. Track is kinda road. Yes. And a long distance. Most probably no. Neolithic. Yes, this will be our correct answer. Because like it's the name of this. Like the track means the road, and in this case, most probably it is the correct answer. Then here we need to find some keyword from this part as well. That is here, as you can see. And White Horse Hill, please try to find this one as well. Where is it? White Horse. yanında. That's here. And also, yes, here, as you have mentioned. First reference to White Horse appears in something. Okay. Appears in, that's very easy. So what's the answer? Documents. Documents will be our correct answer. Then let's find this one. Actually, first, that's here. And let's look for these words. Where is late Bronze Age, for example? Yukarıda kaldı. Paragraf 1400'ün yanında. Okay, yes, you're right. It's in this part. Okay. Then, according to analysis of the surrounding blah blah blah, what do you think? Which part of the word do we need? Do we need a noun, like adjective? What do you think here? Noun. Noun. We need a noun here. Because surrounding it's our like adjective, and after the adjective, the noun is needed, right? So let's look for this one. Surrounded the horse of Nana, according to the analysis of something. Was carried out of the horse body. Okay. Construction. I couldn't find it in this part. The inhabited make carved in this, and also that's here, by the way. Okay, wasn't important. So let's continue with the next one, then let's find it because I couldn't find like the exact answer for the given question. Epona. Let's find Epona. Epona is here. God is Epona as a bit of protection of horses and something. After and, we do not have an article. In this case, we need a plural noun or an uncountable noun. So horses, that's here. So what do you think the answer will be in this case? Horses and Fertility. fertility. Yes. And Welsh goddess will be our keyword. Where is it? Not in this part. If you see, just tell me. Paragrafın axırında da. At the end, yes. That's here. Cold, we need to find its, we said that the synonym of cold is such as. Rüyanın. Yeah, that will be our correct answer. Now we will look for 11. Let's take emblem as our keyword, for example.
It should be before emblem and it should be before epona. So where is emblem? That's here, right? It should be before this and it should be after this. What does it mean? The answer will be in this part in this case. Okay, testing is the synonym of what in this sentence? Analysis. Analysis. Yes. Of the surrounding, we need a noun on, so soil. Yes, it Soil. was a test of the soil. So soil will be the correct answer. I'm not sure about this one, to be honest. Let's look at this question one more time. So we need to find the name of the what? Road. Near an ancient road. Ancient road. Okay. Neolithic, I think Neolithic, do you know this is some time period. O dövrün adıdır. Elə bil ki, periodun adıdır məncə bu. And here we have there. We have there. So what the answer will be in this case, in your opinion? Yes. Which way? Yes. Which way? Hmm. So actually bu Neolithic track var. Ha, bu nəyin sinonimidir? Tell me. Ancient road'un sinonimidir, right? So that's why it cannot be the correct answer in this question. So then let's continue with true, false, not given questions. For the first question, please help me find the keyword. What's our keyword in the first question? Very easy, actually. England. England. So we need to look for at the paragraphs that we haven't forgotten. So England. This word is this word, right? Let's look at the question. Are most, guys, if it is most, it should be more than 50%. Do you agree with me? Are located in a particular. What is the synonym of particular? Specific, for example. Specific area of the country. So, England with majority. Majority, vast majority. This is a synonym of what? Most on the chalk downloads of the country's southern counties. Then, what do you think? Is it true, false, not given according to the given True. content? Yeah, that's true. So this is particular area. This is specific area. Yes, the chalk downloads. This is a specific area. That's why it will be true, as you have mentioned. By the way, in case of not understanding anything, just tell me. I will help you. Let's continue with the second one. Horse. Sual verə bilərəm. Sure, you can. Arada bir cümlədə olur bu true, false, not given. Arada bir abzasda olur. No, adətən bütün abzası oxumağa ehtiyac olmur. Adətən cümləyə əsasən müəyyən elmi olur. Çox istisna hallarda olur. Misal üçün burada ucu 2 cümlədədir. No, iki cümlədə deyil. Sadəcə birinci cümləni biz keyword-ü tapmaq üçün istifadə elədik. Daha doğrusu England sözünü biz paragrafı tapmaq üçün istifadə elədik. Sonra getdik most-u tapdıq. Most vast majority-dir. So, the answer buradadır. O yəni iki cümlədə deyil. O biri cümlə bizim paragrafı tapmamız üçün kömək edən cümlədir. Okay? So let's continue with this one. Here our keywords will be horse, creature, right? So, and guys, burada bir şey var ki biz diqqət yetirməliyik. Mən sizə demişdim nəyə diqqət yetirməliyik. More. So, if we have more, in this case, in the question, in the passage, we need to have comparison. Not given. Yes, if we don't have any comparison, it will be not given. You're right. So, we'll see horse, giants, these badges. Do we have that more of them in the shape of photo? We don't have anything about Not more given. or less. So, the answer is not given for the given question. Let's continue with the third one. This one will be our keyword. That's here. Recent dating of them indicates that people were mistaken about it. Were mistaken, it means people were wrong about their age. Yes, about its age. Okay. So let's see. We need to see something relating to age. Older than it's previously assigned. So what do you think? Is it true, false, or not given in your opinion in this case? Önceden düşünüldüğünden daha yaşlıymış deyir. True. True. So, önceden təyin edildiğinden daha yaşlıymış. So, deməli, people were mistaken. Deməli, önceden insanlar were mistaken. Like, were wrong about this. Did you understand? So, that's why the answer will be true for this question. Let's continue with this one. What is our keyword in this question? Help me. Wilmington. Longman of Longman. Yes, Longman. Longman. This one, right? As you can see, questions follow an order.
Historians have come to an agreement about, it means they agreed. But in the question, they say that there are some conflicts about this, they couldn't agree, and etc. The answer will be false about this. False. Read this sentence and tell me whether it is true, false, or not given in your opinion. It's false. It's False. because many of them think like that, but others believe that. Others believe and others think like they have different opinions in this case, like I'm going to explain. So that's why the answer will be false. You couldn't understand the third one. Burada deyir ki, göstəriblər ki, o əslində o vaxt təyin olunandan daha yaşlıymış. Burada da deyir ki, insanlar əvvəllər yaşını səhv təxmin eləmişdilər. Düzdür də, əvvəllər təxmin elədiyindən daha yaşlıymış. So that's why the answer is true. Is it understandable, Laya? Did you understand? Okay. So let's continue with 5. Guys, help me find some keywords for 5. Chalk, Chalk. hillside. Hillside. Mhm. Let's look for them in the given passage. If you see, just tell me, okay? Where is hillside? White Chapel. I can't see hillside. Where Two is figures. Passing white chalk on. no. Where is it? In the which sentence? İki cümle altındadır. Okay. This happens on a border. Furthermore, Biraz yukarı gidin. yukarı. There's a hill. Yeah, Hill. that's here. You're right. Okay. So, and chalk is also here. Most probably our answer will be in this sentence, right? It says that were created by people placing white chalk on the hillside, but it is important, like white, okay? That's also important for us. So let's look at the given hill figures. Is that when traditions that people no longer clear? Remember to clear away the grass to expose the chalk outline. Were simply removed overlying grass, gleaming white color. However, okay, the grass would soon grow over the unless it was even clearly. One reason created by people placing white chalk. Actually, one more time. The method of cutting this was simply due to by people placing white chalk on the hillside, removed overlying grass to reveal white chalk below. Actually, below reveal aşağıdakını reveal ediblər. Yəni hillside-ın üzərində place mi ediblər? I think false it will be. Cross over the Ama demir axı ki onlar tərəfindən create olunub. One reason I'm just looking for they have disappeared these adventures. People no longer bother to remember clear away the growth. People no longer bothered or remember to clear away the growth to expose the chalk outline. People didn't do it. Can you see? People no longer bothered or remember to clear away. So in this case, the answer will be what? In your opinion? True, false, or not given? People no longer, it says. What do you think? False. Yes, people didn't do it. Like people didn't. Outline is like on the hillside, but were created by people placing, but they no longer to clear away the grass to expose this. So they didn't do it. So that's why I think the answer will be false in this question. Understandable for all of you. Any questions about this? Nothing? Ben tam anlamadım bunu. Okay. So here it asks that bunlar yaradılıb insanlar kimlər ki qoyurdular white chalkları hillside'ın üzərinə. Yəni create olunmuşdu onlar tərəfindən. Gəlirik bura. Görürük ki, əslində bu insanlar nə ediblər? Remove ediblər grass-ı. Grass bilirsiniz də, ot. Otu remove ediblər. Və otu remove edəndən sonra nə olub? Aşağıdan wild chalklar görünməyə başlayıb, düzdür? Daha sonrasında class belə olub və sair məlumat verir. Sonra da deyir ki, insanlar artıq bir müddətdən sonra xatırlamadılar. Bu chalkı falan da eləmədilər. Deməli, insanlar nə edirmişlər? Grass-ı qoparırmışlar və altındakı chalka baxırmışlar. Amma burada deyir ki, insanlar götürüb chalkı hillside-ın üzərinə yerləşdirilmişlər. Actually, they are two opposite things. İnsanlar chalkı içəri yerləşdirmirdilər. İnsanlar sadəcə otu remove edirdilər və altındakı chalkı görürdülər. Və eyni zamanda gələcəkdə bunu da eləməməyə başladılar hətta. Burada da belə bir imkanımız var. So that's why the answer will be false for this question. Did you understand? Yes, thank you. Okay, thank you too. Let's continue with the next question, 6. No longer visible. What's visible? Görünə bilən. Aha, Görünə no longer bilən. visible, yəni görünmürlər artıq. Burada da disappear-nə sinonimdir, düzdürmü? Burada da deyir vast majority. Vast majority nəyin sinonimidir? Many.
Onda cavabımız nə olacaq? True. True. 7-dan davam edək. 7-da keywordümüz alter nə deməkdir? Değiştirir. Change. 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 Shape'ləri deyir ki, has changed. Baxın, burada has deyirsə, onda keçmişdən indiyə dəyişdiyini bildirir, düzdürmü? İndi biz gedirik shape söhbətini axtarırıq bir yerdə. Different shape. Aşağıda. Hə, burada change var, gördünüz. Bəs shape, hə, creating a different shape. So in this case, what do you think? Is the answer true, false or not given? True. True. Creating a different shape True. nə deməkdir? Fərqli bir shape yaradaraq. Yəni shape neyləmiş oldu? Dəyişmiş oldu da, düzdürmü? Əgər fərqli bir shape yaradıblarsa. So that's why the answer is true. 8-də də keywordumuz budur. What's fame? Ün. Famous. Şöhret. Tanınmıştır. Şöhret. Reputation da ad sanı, məşhurluq, yes? Aha. Is due to its size. Yəni ölçüsünə görə də məşhurluğu deyir. So our keyword will be Huffington White Horse, for example. That's here. The elegant melts into landscape. Guys, do we have information that, like, whether it is for its shape, is surrounded by... Actually, here it says it There's is, long distance. but we don't have whether its fame is due to its, you know, size or other things. Like here, I don't have anything about size. I haven't also worked on this paragraph. Let's look at this one as well. Do we see anything about size? No. And also maybe here. Nothing here. Most probably the answer will be not given because of this. We don't have anything about its fame, reputation, its size. So that's why the answer is not given in this question. Understandable for all of you? Any questions? Then it is time to continue with part 2. So in part 2, we have 1, 2, 3 types of questions. Let's work on this question as the last step because it's the most complicated one. Let's start with this one. First paragraph. We go to the first paragraph and try to only translate the first paragraph for ourselves, okay? So most of the bacteria have populated this planet since long before animal life developed. Okay, nə deyir? Deyir mikroblar have lived in this planet longer than us. Okay, outlive us. What does it mean? Yəni bizdən daha uzun müddətdir ki yaşayırlar. Okay, invisible to the naked eye. What's naked eye? Gözle görülebilir. Aha, yəni Bax sadə gözlə. gözlə də invisible, yəni görünmür normal gözlə. They are ubiquitous. Guys, what's ubiquitous? Ubiquitous Yüzümüz her yerde hər olan. yerdə olan. Bəli, onlar hər yerdədirlər. Her yıl. They inhabit the soil. Məsələn, torpaqda yaşayır. Air, rocks, water, and they are present within every form of life. Yəni hər formada varlar. Seaweed, dəniz yosunundan tutmuş, dogs and humans kimi varlar. And as Jung explains in his utterly absorbing and hugely important book, we mess with them at our peril. Okay. So let's look. Deyir ki, ilk paragrafda nə deyir? İlk olaraq deyir ki, onlar bizim they adapt quickly to their environment. Guys, do we have anything about adaptation? No. That is the correct answer. The risk they pose, risk. We didn't have anything about the risk. They are more plentiful in animal life than plant life. Because here again we have comparison, as you can see, but in the passage we didn't have any comparison. Yeah, so that's why it is not given. They will continue to exist for long. Yeah, that's correct. So will continue to exist for longer. What's the synonym of this in the given passage? Outlive. Outlive, yes. And instead of human race, what's the synonym of human race? Us. Right? So that's why the answer will be D. Always the correct answer is the paraphrasing of one of the sentences. Understandable for all of you? Any questions about it? Yes. No. Let's continue with the second paragraph. The writer is impressed. Okay, I'm going to the second paragraph. Every species has its keçən də kimsə soruşmuş ki, species plural noun değil. Species is both plural and singular. Like here it is singular, can you see? Has its own colony of microbes called microbiome, and this microbe vary. What's vary? Değişir. Dəyişir, different. Depend on. Not, bəli, differ, fərqlənir. Not only between species, but also between individuals within different parts of each individual. Deyir, nəinki növdən növə, həm də insandan insana, hətta insanların müxtəlif partında belə mikroblarımız dəyişir. What's amazing is that, guys, what is amazing is that, listingdə də mən sizə demişdim ki, whatla başlayan cümlələrdə adətən
cavab olur, düzdürmü? Bax görürsüz burada da deyir ki impressed. Writer təsirlənib. Əgər writer deyirsə ki, bu amazingdir, deməli o writer ondan təsirlənib də, düzdürmü? Onda cavab bu cümlədə olacaq. While the number of human cells in the average person insan hüceyrələrinin sayı nə qədərdir? 30 trilyonda. Mikrob olanlarsa bunun yuxarıdır. Yəni 39-dur. Deyir ki, biz əslində 50% humanıq da. Okay, so let's look at this. Each species tends to have vastly different microbes. Hər növün fərqli-fərqli mikrobları olur. Əslində düzdür iki cümlədə vermişdim. Onu təəccübləndirən şey o deyildi də. Təəccübləndirən bu cümlədə olan şeydir. Most probably it is not. Some parts of the body, it's also not the average. I think that's C, right? The average individual has more microbial cells than human ones. Burada da cümlədə nə demişdi? 39'du ama bu 30'du. Yani bu bundan yukarıdır demişti. So that's why the answer is C. Sometimes students think that teacher like, we have already seen this part in the first sentence. Why is it not the correct answer? Because the question is, the writer is impressed by the fact. And what is amazing is that it means he was or she was impressed by this fact. That's why the answer will be in this sentence, not in other sentences. Got it? Clear for all of you? Yes. So, perfect. Fifth paragraph. 1, 2, 3, 4, 5. Yes, in this paragraph, we need to find the answer. Let's try to translate it. For most of human history, we had no idea that microbes existed. Yəni uzun müddət bilməmişik ki, mikroblar mövcuddur. The first man to see this, ilk bunu görən adam Antonio van Leeuwenhoek olub 1670-də. Mikroskobu istifadə edib 270 dəfə böyüdən o su damcısına baxıb lake'in yanında və orada balaca creature'lər görüb. It was not until 200 years later the French sonra bir French biologist olub Louis Pasteur bəzi mikrobların nəyə səbəb olduğunu görüb. Xəstəliyə. It was Pasteur that have bacteria that poor image and endures today. Okay. So explaining how a discovery was made. Bu məncə düz ola bilər də. Nəyin discovery'sindən danışır da? Mikrobların discovery'sindən danışırdı da, düzdürmü? Bu ola bilər. Comparing scientific theories about microbes. Guys, bizə burada onların teoriləri verilmişdi. Yox, iki adamın araşdırması vermişdi. İki adamın belə deyək də mikrobu görməsini vermişdi. Amma onları bir-birindən compare eləməmişdi. That's why it's not the correct answer. Confusion, onların confused olduğu haqqında da bir şey verməmişdi. Getdi. Kim dedikdə high microbes cause disease. Detallar verirdi ki, necə xəstəliyə səbəb olur. Düzdür, xəstəliyə səbəb olmağını verdi. Amma detalı vermədi. Bir dənə də sizə bir şey deyim. Cause disease. Baxın, tam eynidirsə, böyük ehtimalle onu bizim düzgün cavabımız deyil. Bunu çıxa bilərsiniz artıq. Ona görə də cavabımız olacaq A variantı. Did you understand? Yes. Okay, any questions about this? Nothing? Okay, then. Let's continue with the next question. This one and this one. Do we have any specific keywords? We don't have. So let's continue with this one. So yenə spesifik bir keyword'u olanı axtarıram. Məsələn, burada young gördüm. Düzdürmü? Young's book. Gördünüz mü? Baxaq indi 23-cü suala nə deyir? The book contains more case studies than are necessary. Bayaq dediyim kimi, burada diqqət etməli olduğumuz məqam nədir? Hansı sözə diqqət etməliyik? Dan. Dən sözünə diqqət etməliyik, düzdürmü? Və more var da, düzdürmü? Contains more case studies than others, than are necessary. Fear'dən. Adətən tələbə baxır, burada fear'dir, burada more'dur. Cavabı false götürür. Görə elədimi? Bu fear nəyə aiddir? 100 species. Növlərə aid deyə, bu studyyə aid deyil ki, bizə studyyə aid bir şey lazımdır. Həmişə fikir verin, more nəyə aiddir, less nəyə aiddir. Okay. Burada görmədim, bunu saxlayacağım hələ ki. Digər suallara baxaq. Məsələn, antibacterial products götürək. Məsələn, ev götürək. Biraz, məsələn, haraları işləməmişik. Bu paragrafı heç işləməmişik. So, antibakteriyal sözünü axtarıram. Və ev sözünü axtarıram. Bu hissədə də tapmadım. Daha sonrasında davam edək. Biraz aşağı düşək. Antibakteriyal. Əgər görsəz deyin. Hijyenden danışır, unhealthy'lər və s. For example, Yukarıda. antibakteriyal. Burada tamam. Başqa yerdə də gördünüz? Yoxsa? Onun yukarısındadır. Ee, Yok, değil oradaymış.
Burada değil mi? Ha, okay. Deyir ki, it's possible that using in the home fail. Guys, fail olanda hansı sözünü əvəz edirik? Cannot-la əvəz edirik həmişə, okay? So, fails to have nə deməkdir? Cannot have the desired effect. Yəni, istədiyimiz effekti verməyəcək deyir onlar. So, istədiyimiz effekti verməyəcəksə, yəni negativ təsirlər olacaq deməkdir də, düzdürmü? Gəlin baxaq. Actually destroys. Deyir ki, actually destroys the microbes that normally keep the more dangerous germ at bay. So what do you think in this case? Is the answer true No. or not given? Mhm. False. False. Others, what do you think, guys? True. That's true. Deyir ki, bütün bakteriya, hətta deyir bizə lazımlı olan bakteriyaları da öldürür. Başa düşdün? Yəni, the Yes. more, so, normalda deyir biz onları saxlamalıyıq, Mhm. onları amma destroy edir. Yəni, istədiyimiz effekti vermir də, mənfi bir təsir verir, düzdür? So, that's why the answer will be yes here. Okay. Let's continue with this one. Children. Children, yes? Mhm. It's a good idea to ensure that children come into contact with few bacteria as possible. As few bacteria as possible. Yəni, bacardığınca az bakteriya ilə deyir uşaqlar. Neynəməlidir? Kontaktda olmalıdır. İndi baxın burada. Burada isə amma deyir ki, diverse range of bacteria. Diverse nə idi keçmişdi bu sözü? Diverse is Çok sayıda çeşitli. çeşitli. Deyir ki, uşaqlar məruz qalmalıdır çeşitli bakteriyalara. Bu da onlara kömək eləyəcək ki, No. xəstəlikdən qorunsunlar. Amma burada deyir az bakteriyaya məruz qalsınlar. Onda cavab nə olacaq? No. No, No. əksinə deyir. Bəli. Young's book buradaydı. Young's book burada da var. Bəli. More studies, less studies. Burada case studies var. Amma burada less var, amma bu less də study site deyil. Onun appealing. 24-cü sualda case study-dən danışır. 24-də bəli, case study-dən. Onda bu burada olacaq. Yəqin ki, düzdürmü? Bunun cavabı. Bu arada unglamorous nə deməkdir? Yəni glamur olmayan da belə, not prestigious, okay? Not prestigious. Because about bacteria that prevent squid from being attracted may have limited appeal. What is the synonym of appeal? Attractive yəni Attract. cəlb edici. Bəli. Deyir ki, that prevents squid from being attracted may have limited appeal. Yəni az maraq çəkəcəyini deyir burada. Burada da deyir ki, less appealingdir bu. So, Çekici değil yani. squid, True. burada da squid var. Bu da deyir another da. Another ise o bu da less appealingdir. Yəni çəkici deyil. Onda cavab nədir sizcə? 23 not given oldu onda. Yes. Yoxdur da 23-ə oldu. birazdan baxacağıq. 22 ilə 24-ün arasında. Yəni onun arasında yoxdursa not Not given given olmur. olacaq. Bəli, arasında yoxsa. Niyə gedim not given götürmədim Leyla? Çünki dedim ki, bəlkə 24 aşağılardadır və mən görməmişəm də hələ 23-ü. Başa düşdün? Ona görə də o ikisinin arasında baxmaq da yaxşıdır. Bəli, ikisinin arasında da tapmadıq deyə onu. Cavabımız burada not given. Teşekkür. Bu sorular həmişə sırayla gəlir. Bəli. Adətən passage 3-də bir dənəsi sıranı poza bilər, amma qalanları da sırayla gəlir. Keçir bəs bayaqları passage 1-də elədi, orada sıra pozulmuşdu. True false not given passage 1 işlədi bayaqları. Məncə pozulmamışdı. Məncə sırayla idi o da. Orada Yox, baxıb hansı deyirəm. cavabdaydı? Vaxt itirəcəyik, baxarıq sonra. Hələ Hə. ki. Keçirik buna da, düzdürmü? Bu nədirsə bunu keyword kimi götürək. Hardadır bu? Görsəz deyim mənə o sözü. De burada. Ay. Gördünüz? Bu. Deyir ki, efforts to control the fear have been surprisingly successful. Bax, burada surprisingly nə deməkdir? Yəni, insanlar bunu gözləmirdilər, amma bu successful oldu. Okay mi? Features. Guys, do we have any information whether True. it's successful? Nəyə görə dedik true? Mən Is görmürəm. useful microbes built into Yox, their o walls. mikrobların useful olduğunu verib bizə. Amma burada deyir ki, onu kontrol eləmək. Yəni bu qızdırmadır, qızdırmanın adıdır. Qızdırmanı kontrol eləmək effortları deyir. Effortumuz deyir successful idi. Başa düşdün? Burada bizim effortlarımız haqqında block the disease, xəstəliyi blok eləmək. Birincisi surprisingly haqqında bir şeyimiz yoxdur. İkincisi də ki, bunun effortların successful olub olmadığı haqqında bir şey görmədim. Yəni bizim effortlarımız buna successful muydu? Effortlarımız successful değil miydi? So that's why I think that's not good. And here hospital ward sözünü demişdim. Neydi ward? Qəbullə kim?
palata var, xəstəxana, room, Yes, Ha, yes. tamam. hospital wards. Tapın indi hospital wards mənə. Burada. Düzdürmü? Deyir ki, microbes that reduce the risk of infection that have already been put inside the walls of the some hospitals. İnfeksiya riskini azaldan mikroblar divarına qoyulub nəyin? Hospitalların. Has already been, yəni has already been nə deməkdir? Yəni artıq qoyulub. Okay? Burada ama deyir ki, imagine. Imagine nə deməkdir? Yəni hələ qoyulmayıbsa Təsəvvür Hələ edin. təsəvvür elədi. Yəni onda hələ qoyulmayıb deməkdir. Düzdürmü? Cavabımız nə olmuş olur? Əla. Şimdi bunu da bitirdik. İndi buna keçirik. Bunu harda axtaracağıq? İşləmədiyimiz paragrafda. Bir dəqiqə uşaqlar. Okay, let's look for them. İşləmədiyimiz paragrafa baxmalıyıq və nə tapmalıyıq? Young's book tapmalıyıq burada. Başqa nəyi götürək? Friendly sözünü götürə bilərik. Məsələn, bir də iki paragrafda böyütmə. Aşağıda işarətlədiyi video da var. Bunu deyirsən? Okay. Burada ola bilər, bəli. Tolerant sözünün mənasını bilirikmi bu arada nə idi? dözümlü demək. Sinonimi Fair. nə? Tolerant. Resistance. Resistant. Resistance. Microbial tolerance vardı orada. Bəli, burada da tolerance-dən veriblər. Əla. Beneficial nə deməkdir? Faydalı deməkdir. Vital rol oynaması nə deməkdir? Yəni beneficial olması deməkdir. Həyati. Crucial role. Relatively small number. Crucial role. Small number-ı bəs nə ilə əvəz eləyiblər? Fewer than 100 ola bilər small number. Yəni 100-dən Olabilir. fazla. Az deyir. Lead to gətirib çıxarır Disease. nəyə? Disease. Disease. Bring lead to-nun sinonimidir. G. İndi disease illness-in sinonimidir. Illness. Devam edib burada. Enemy, friend, belə bir şeylər axtarmalıyıq. Friendly. Either friends. Aha, burada. Daha sonrasında, in fact, we should accept that our relation with microbe is one based on something. Our relationship. In fact, in Orada reality. symbiotic relationship var. Ha, orada. bəli, relationship düzdür. Simbiotik sözünü bilirsiniz, nə deməkdir? Bəli, birgə Bəli, bəli. Bəli, yəni de burada Maddə kimi. veriblər də mutually beneficial. Yəni qarşılıqlı şəkildə faydalı bir-birimizə, okay? Or mutually destructive, yəni birgə. Teacher. Cavab nə olacaq onda? Bəli. Simbiyotik həm də maddə kimidir, yəni yapışqan bir maddə. Bəli. Bir də Yəni ona əsas bakteriyalar relationship. simbiotik olur, bəli, düzdür. Simbiotikin Evet. sinonimi nədir onda burada sizcə? Burada partnership. partnership. yəni. Bəli. Dedik axı Bilməm, mutual siz qarşılıqlı da partner şəkildə. bir söz deyə bilərəm. Yes. Siz Venom baxmısınız ya Spider-Man-ə? Yes. Oradakı o maddə simbiyotikdir. Yəni qara bir maddə var ya, Venom'la falan olur. Yes. O O belə həmənki maddə adı simbiyotikdir. Mən onu biologiyadan bilirdim. Heyvanlar nəsə hansısa məsələn göbələkləri idi, nələri idi, digər Hə, ağacların parazit göbələklər. altında, hə, orada simbiotik olurdu. Oradan yadıma. Elə. Yes. Mən oradan bilirəm onu. Aha. Let's continue with this. Bax görürsüz, bunlar ayrı paragraflar deyə böyük ehtimalla mətndə də ayrı paragraflarda olacaqlar. Benefits for humans. Humans. Elə bizdən danışır da immun sistem falan. Bunlar humans-dır, düzdür, orqanizm. Deyir ki, aid nədir bilirsiniz? Aidin sinonimi. Kömək, assist. Kömək Onlar Kömək, dəyişiklikləri, help. bəli, kömək edirlər digestiona, kömək edirlər digestiona. Sonra deyir ki, remove poisons falan, nəsə buranı tapdıq. Our poor, bir də overuse of antibiotics. Antibiotiki tapaq birinci. İmmun. Ya, de overuse of antibiotic. Düzdürmü? Hygiene. 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 Hygiene nə deməkdir? Hygiene. Higien də. Higien, Poor yəni Our poor, Cleanliness. our obsession maybe. amma cleanless olacaq da, düzdürmü? Higienin sinonimi nədir? Təmizlik. Clean. Yox, iyi. Başa düşdünüz səbəbini bunu? Nəyə görə oldu? Excessive nə deməkdir bəs? Həddən artıq, çox. Həddən artıq, too much deməkdir də, düzdürmü? Həddən artıq nə? Antibiotiklər and our healthy unhealthy low fiber may be responsible for Soaring rate. soaring, bəli, artan. Nədir bu? Allergy. Amma excessive focus on something deyir. Nəyəsə fokusumuz deyir bunun artmasına gətirib çıxara bilər. Allergiyaya fokusumuz
Məncə uyğun gəlməyəcək. Deyir ki, excessive focus on something or upsetting. Aşağıdakı Very paragrafa baxa excessive use of bilərsiniz. household Household, where is antibiotics on household? Bu abscess. diet O var demək ki, əslində. demonstration. Guys, bu overuse var ha. Bu overuse həm buna, həm də bundan sonrakında aiddir də. Çünki vergül qoy bax arasına görsün. Yox, ona aid deyil. Our unhealthy Teacher, diets. teacher, Ola bilər. aşağıda var ya, excessive use of household. Hardadır? Detergentlərin Aha. istifadəsi. Koyduğunuz excessive. Okay. Aha. Amma bax, deterjanların çox istifadəsi, deterjanlara çox fokus, uyğun gəlmir axı. Həm də mən nəyə fikir verdim? Bunların hamısı eyni cümlədə axı. Bax, antibiotikdir, bax. Antibiotiki verdik, higiyeni verdik, bir dənə şey vermədik. Nəyi vermədik? Diet Fərqli. düzdürmü? Diet sistem nəyi H olur ama nutrition. Ondan 300 çıxacaq yəqin ki. Həm də məntiq olaraq düşünün. Baxın, birincisi bizim burada 10-dursa ismə ehtiyacımız var, düzdür? İsmə ehtiyacımız varsa, yəni hamısı isimdə onsuz da. Amma bir də məna olaraq qoyaq. Həddindən artıq fokuslanmağımız həllə uyğun gəlmir. Abartmaya fokuslanmamız yox, dağıtmaya fokuslanmamız, qaydaya fokuslanmamız yox, sağlamlığa fokuslanmamız. Excessive focus on nə olacaq onda burada H idi, hə? Are upsetting Yes. the bacterial balance. Sure. Bu alerjiyanın olsa da burada fikir verin. Alergiya görürsünüz buradadır. Onsuz da olan bir şey biz cavab kimi götürə bilmərik. Immune system problems, immune system problems. Bir də niyə bu deterjan deyil? Çünki bax, immune system problemlər əvvəl gəlməlidir, görsən. Burada da əvvəl gəldiyinə görə burada olacaq bizim cavabımız. Başa düşdünüz? Bence burada I ilə H'in yeri Məncə də elə olacaq. Məncə də elə dəyişilməlidir. olacaq. Düz deyirsən. Excessive focus nə deməkdir? Həddindən artıq fokuslanmaq. Bu da nədir? Obsession da, düzdür? Yəni obsession bilirsən nə deməkdir? Takıntılılıq deməkdir. Bu olacaq higien hansıdır? Higien. Cleanliness, düzdür? İyi. Bu olacaq H. Çox qəşəng. Poor nə deməkdir? Zəif deməkdir də. Zəif də nədir? Unhealthy. Bunlar da bir-birinin sinonimidir. Clear? Yes. Yes. Let's continue with part 3. Part 3, we have multiple choice. Yenə bu tip sual, yenə bu tip sual. Bəlkə ilə eyni cürdür demək olar part 3-ümüz. Gəlin hansı ilə başlayaq? Gəlin bundan başlayaq. First paragraph. Wisdom nədir? Ağıl, ağıl. Hardan yadda saxlaya bilərik? Wise Müdriklik. deməkdir. Vay sen. Ağıllı deməkdir də. Wisdom onda Müdrüklük. müdriklik, bəli. Deyir ki, mədəniyyətlər boyunca müdriklük Hı. insanın əsas belə deyək də human quality-lərindən biri hesab olunur. Also the truly wise may seem few and far between. Deyir ki, baxmayaraq ki, həqiqi ağıl çox az görülə bilən bir şeydir. Examining wisdom saying that it isn't exceptional. Amma researchlar göstərir ki, it isn't an exceptional trait. Exceptional nədir bilirik bəs? İstisna değil. İstisna bir davran şey deyil. İstisna, Bir hususi. xüsusiyyət deyil. Yəni də az insan tərəfindən sahib olunan istisna Yani bir qəbul oluna xüsusiyyət bilmeyen. deyil. Bəli. Qəbul oluna bilməyən yoxdur. Yəni az insanda olan bir şey deyil. Və son studiyalar da göstərir ki, Hə. most of us have Rare değilse yani. Bəli, bəli. Bizim əksəriyyətimiz artıq nə edə bilərik? Ağıllı qərarlar verə bilərik düzgün kontekstdə. Qısaca nəyi dedi? Müdriklik yəni deyir, rare bir şey deyil də. Hamı bunu eləyə bilər. Qısaca bundan danışdı bizə. İndi A variantında olan sizcə düzdürmü, səhvdirmi? Deyir uniquedir. Yəni Səhv. nadirdir. Səhvdir. Orada dedi ki, amma exceptional deyil demişdi, düzdürmü? About wisdom. Deyir ki, wisdom haqqında fərziyyələrdən biri maybe wrong. Məncə bu düzdür də. Çünki insanlar düşünür ki, o exceptionaldır, amma əslində exceptional deyil, düzdür? Bu wisdom may depend on society. Burada belə bir şey danışmadı. Bəli. Danışmadı burada. Still much to be discovered. Kəşf olunmalı çox şey var, az şey var mı? Heç bir şey verməmişdi. Cavabımız oldu B variantı. Başa düşdünüz? Hı hı. Yes. Keçdik ikinciyə. Keywordümüz Igor. görsəz deyin. Yes, Professor Igor Grossman. Tamamdır budur. Görək nə deyib adam. It appears that external situational cultural factors have more influence. Aha, deyir ki, mədəni faktorlar, nə bilim, situasiyadan asılı olan faktorlar daha qüvvətlidir wisdomun formalaşmasında əvvəl düşündüyümüzdən. Recent empirical findings from cognitive. Cognitive nədir bilirsinizmi? Dərrakə. Tərrakkidə, yəni brain-lə bağlı, düzdür? Ağıl. Ümumiyyətlə social and personality psychology suggest that people's ability to reason wisely varies. Varies nədir bəs?
Müxtəliflik, Müxtəliflik. Differs də yəni, düzdürmü? Aha. diverse. Aha, dramatically acoustic deyir ki, insanın belə deyək də şeyləri wisely qərar vermə ability'miz də dəyişir. Yəni situasiyadan asılı olaraq Bacarıqlı. dəyişir. Yəni bəzi situasiyalarda ağıllı qərar veririk, bəzilərində vermirik. Understanding the role of such factors offers unique insight into the wisdom in daily life as well as how it can be enhanced and taught. Okay, deyir ki, bunları başa düşmək bizə kömək edir ki, onu necə artıra bilərik, onu necə öyrənə bilərik. Qısaca burada nədən danışdı? Deyir ki, bizim ağıllı olub olmamamız bir çox faktordan asılıdır da, düzdür? Situasiyadan situasiyaya dəyişir dedi. İndi adə deyib ki, insandan insana dəyişir. Bizə insandan insana dəyişir dedi, yoxsa situasiyadan situasiyaya dəyişir? Situasiyadan. Bu Ha, deyil. ona görə A deyil. Bunu çıxdıq. Earlier research into the was unreliable data. Unreliable data falan haqqında heç nəyimiz yox idi də məncə. Məncə bu da səhv cavab olacaq eyni zamanda. Sonra keçir o birisinə. The importance of certain budur məncə. Deyir ki, bəzi təsirlərin önəmi nə olmuşdu? Underestimate nə deməkdir, guys, bilirsiniz? Hafif olmaq. Küçümsənmişdi də elə. Hafif olmaq. Burada da deyir ki, təsəvvür elədiyimizdən daha güclüdür. Əgər təsəvvür elədiyimizdən daha güclüdürsə, onda biz öz təsəvvürümüzdə nə edirik onu? Küçümsəyirik də, düzdür? Küçümsəyirik. Əslində o daha güclüdür. Ona görə bu olacaq düzgün cavab. Bir də influence-dakı factors demir hardasa, deyir. Faktorlar kimi paraphrase edirlər. Various branches of psychology. Psixologiyanın müxtəlif qolları. Belə bir şey var idi? Yox. Getdi. Baxın, bilirsiniz eyni. Başdan optionları oxusaz ağlınız qarışacaq. Birinci sualı oxuyun, paragraf oxuyun, sonra optionları çıxdaş edin. Sonra keçdik 3-cü paragrafa. 1, 2, 3. Grossman. It seems that it's not so much that some people simply possess wisdom and others lack it. Lack nə deməkdir? Azlıq. Çox az. Az Yox. olur, less. Siz Less yəni, less. siz dediyiniz şeydə çatışmazlıq mənasındadır. Bir dənə lack verb kimi var. Elə ki, on writing istifadə edə bilərsiniz. Do not have-in yerinə do not have-in yerinə lack yaza bilərsiniz. Yaxşı, do not have deməkdir. Deyir ki, it's not so much that some people, yəni bu deyil, elə deyil də, yəni bəzi insanlar sadəcə possess nə sinonimidir? O da having Evet, normada. Bəzi insanlar sadəcə wisdom var, amma digərlərinin lack it də, yəni yoxudur wisdom-ı. But that our ability to reason wisely depends on. Deyir, amma bizim bu bacarığımız bir sıra external, kənar faktorlardan asılıdır. It's impossible to characterize a thought process attributed to wisdom without considering another. Deyir ki, mümkünsüzdür də kənar faktorları nəzərə almasaq. In other words, wisdom is not solely an inner quality. Ağıllılıq təkcə daxili bir keyfiyyət deyil, but rather unfolds as a function of situations people want to be. Yəni olduğumuz situasiyadan da asılıdır. Some situations are more likely to promote wisdom than others. Promote nə deməkdir? irəliyə sürmək. Təşviş etmək. Təşviş etmək. Bəzi situasiyalar deyir daha çox təşviq edir ağıllılığı. Bu da bayaqki ilə eyni şey deyir də təxminən. Deyir ki, yəni bəzi situasiyalarda biz daha ağıllı oluruq, bəzilərində biz daha az ağıllı oluruq və s. Deyir ki, the level of wisdom can be greater than they think it is. Comparisonımız yox idi da məncə. Məncə B. Will be different in different circumstances. So, circumstance nə deməkdir? Hal vəziyyət. Şərait. Burada nə ilə əvəzlənmişdi? Onu situation-la əvəzlənmişdi. Səhv eləmirəmsə, düzdürmü? Different-dəki orada vermişdi ki, bəs dəyişir də, hardasa demişdi ki, aslıdır, depends on. Ondan asılıdırsa onda fərqli olacaq. Amma digərlərində baxaq. Different variety of yəni variety of Aha, external factors məsələn aid ola bilər. bəli. May be determined by particular aspects of personality. Şəxsiyyətimizin bəzi aspektlərinə görə müəyyən edilə bilər, belə bir şey yox idi. Should develop over time. Deyir ki, zamanla inkişaf edə bilər. Bu zamanla inkişaf edə bilər deyə bir şey var mıydı bizə? Yox. Cavabımız B. Xeyr, yox idi. Öz niyə B? B. Öz-özünüzə paragraf oxuyandan sonra Bəli, situation. mən paragrafda nə anladım? Anladığınız şeyi zaten onsuz da option olaraq cavab kimi götürəcəksiniz böyük ihtimal. Keçdik 5th paragrafa. 1, 2, 3. Bir dəqiqə. 1, 2, 4, 5. Grossman found that to support wisdom. Deyir ki, wisdom'ımızı support eləməyin ən reliable yollarından biri to look at scenarios from a third party. Üçüncü göz kimi baxmaqdır da hadisələrə. Okay. So giving advice to. Elə düşünməlisən ki, nə edirsən? Advice to a friend. Dostuna məsləhət verirsən. So suggest that when adopting a first person viewpoint, biz nə zaman ki ilk gözdən baxırıq hadisələrə, focus on the total focal features of the environment, we adopt a third person observer and we reason more broadly. Nə vaxt ki biz üçüncü insan kimi baxırıq, onda müşahidəçi oluruq və daha broadly
Geniş bir şəkildə baxırıq. More interpersonal, moral ideas. Daha interpersonal bilirsiniz nə deməkdir? İnsanlar arası da elə bil ki. Və belə yadda saxlayın. International nə deməkdir? Millətlər arası, düzdür? Interpersonal nə olacaq? Yəni insanlar arası. And moral ideas such as justice and impartiality looking from the more expanded viewpoint. Daha geniş viewpointdən baxmaq. Foster nə idi? Gücləndirir. Gücləndirir. Cognitive Gücləndirir. bizim beyin proseslərimizi gücləndirir. Qısaca nə deyir? Paragrafı bir cümlə ilə özət keçsək, hadisələrə nə etməliyik? Üçüncü gözdən baxmalıyıq və daha geniş aspektdən baxmalıyıq. Başa düşdük bunu? Yəni birinci gözdən baxmamalıyıq. İndi baxaq, görək hansı daha uyğundur. Mən tapdım. Sizcə hansı? D variantı. C yox. D. Recommended strategy. Adam strategiya verdi də necə idi? Strategiya nə idi? Üçüncü gözdən baxmaq. Başa düşdün? Onda biz ağıllı qərar. Niyə C deyil? Controversial sözün mənası nədir? Mübahisəli. Mübahisəli. Deyir ki, mübahisəli view. Axı orada mübahisələr haqqında bir şey verməmişdi bizə. Düzdür? Mübahisəli. Mübahisəli view bilirsiniz nə deməkdir? Bir qrup insan A düşünür, ikinci qrup insan B düşünür. Onda mübahisəli view olur. Başa düşdünüz? Amma bu controversial deyil. Type of the person. Yox, bir insan tipindən danışmırdı. Difficulty-dən danışmır. Yox, deyil. Başa düşdünüz? Bir strategiya önerdi ki, hansı ki ağıllı qərar verməyə bizə kömək edə bilər. Bura qədər sualımız varmı? No. Keçək buna. Buradan bir dənə keyword tapaq. Tapa bilsək əgər. Grossman Limited extended ola bilər. olar. Amma daha belə böyüklə olan bir söz axtarıram belə. Couple. Gedək münasibət axtaraq. Okay? Başqa bir şey varmı? Couple. Gedirik couple axtarmağa. Harda couple görsəz mənə deyin. Couples. Tapdıq. Yes? Və gedək 38-ə. In the couples experiment, the length of the couples relationship had an impact on the results. Nə deyir sualda? The length of the couples relationship. Nə deməkdir? Münasibətlər. Uzunluğunu. Had an impact nə deməkdir? Təsiri var. Resultatlar təsiri var. Təsiri var. Bəs resultlara. Yəni nəticələrə. Nəticələrə. təsir var. İndi gəlirik. Qəs coupleların münasibətlərinin uzunluğu haqqında bizə nəsə verir? Not given. Not given. Hı -hı. Orada perspektiv var idi müəllim. Perspektiv bizim keywordumuz ola bilər digər sualdan. Yadda. Hansı sual üçün deyirsən? Yuxarı Viewpoint. deyəsən perspektiv 36 idi səhv eləmirəmsə. Bəli, perspective to take. Amma burada student danışır. Axı burada couple-dan danışır, orada student danışır. Ona görə olmayacaq yəqin ki. Okay. Keçək indi 39 işləyək. In both experiment. Long-term relationship, length of relationship olmaz. Nə of relationship? Long-term romantic Long-term relationship. relationship. Yox, ümumiyyətlə bu hamısının long-term relationship var deməkdir Nərgiz. Amma sualda deyir ki, məsələn, long-term bax 5 ildə long-termdür, 2 ildə long-termdür, 3 ildə long-termdür. Sual deyir ki, 5 ildəkilər elə bil ki, 5 il münasibəti olanların nəticəsi fərqli olub, 4 il olanların fərqli olub. Başa sala bildim nə demək istəyirəm? Amma burada bunların hamısının long-termdür. Yəni mən verməyib ki bizə, yəni uzunluğun bir təsiri olub yoxsa yox, onun haqqında məlumat verməyib. Başa düşdün? Bəli. Keçdik 39-a. Burada görürsünüz yəni more var, comparison var. Bizə demişdik ki, comparison olanda mütləq mətndə də nə olmalıdır? Comparison olmalıdır. Yoxsa cavabımız not given olmalı. Given-də. Gedək başqa keywordlər də tapaq. Amma not given olacağını düzün düşünmürəm. Çünki çox vaxt ki not given yan-yana gəlmir. Amma bu həmişə də demək deyil, yadınızda qalsın. Çox vaxt yan-yana gəlmir. More detached viewpoint tend to make wiser decisions. Okay. Daha ağıllı qərar verməklərindən danışır. Bu da Həmin paragrafda. Yes. deyir ki sualda couple'lar hansılar ki detached more detached. Detached sözünü bilirsiniz nədir? Attached sözünü bilirsiniz, attach. Ayrılmaq. Yox, detach ayrılmaqdır, hə. Attach birləşdirməkdir də, düzdür? Birləşdirmək. Hardan bilə bilərsiniz? Məsələn, Word faylı ilə falan işləyənlərimiz var. Orada attach eləyirik fayl, picture falan attach eləyirik, şəkil. Bəli.
düzdür? Onu Bəli, bəli. saxlaya bilərsiniz. Attach əgər birləşdirməkdirsə, detach nə deməkdir onda? Ayırmaq. Ayırmaq demək olacaq da, düzdürmü? Deyir ki, detach viewpoint, yəni ayrılmış bir viewpointdən baxanlar daha ağıllı bir qərar verirlər deyir. Burada da deyir ki, başqasının gözündən baxanlar. Yəni başqasının gözündən baxanlar, yəni fərqli bir, ayrılmış bir viewpointdən baxanlar da eyni məna verir. Onda cavabınız nə olacaq burada sizcə? True. Keçdik buna. Başa düşdünüz bunu hamınız? Hı -hı. Keçdik buna. Yes. Deyir ki, Grossman Grossman. buldu that a person's wisdom is determined by the intelligence to only very limited extent. Deyir ki, insanın ağlı intelligence ilə çox az, yəni az şəkildə müəyyən ola bilər. Başa düşdünüz? Yəni başqa faktorlar da var. Burada IQ-muz çox az rol oynayır, deyir. İndi gedək intelligence, düzdürmü? Okay. Burada nə deyirdi? Deyirdi ki, çox az bir rolu var. Burada da Grossman. Dedi burada yəqin ki, intellectual. Intellectual humility. Uyğun gəlmədi axı. We might associate wisdom intelligence with a particular person, but dedisə, hə, demək yox. Research only a small positive relationship. Deyir, çox nə var? Kiçik bir əlaqə var. Yəni çox limitli bir əlaqə var. Onda cavabımız nə olacaq? True. Olacaq. Başa düşdünüz True. bunun səbəbini? İndi keç 37-yə. 37 38-dən əvvəl olmalıdır. 38 buradaydı. 37-dən keyword nəyə götürək? Bu da couples experimentidir. Why? Participants götürə bilər. Guys, to be aware that, yəni onlar bilirdilər. Bunu antonim olaraq çevirə bilər. Unconscious idilər, subconscious idilər, didn't know idi. Yəni bilmirdilər. Bu şəkildə verə bilər. Okay, biz nəyi bilməliyik? Bilməliyik ki, onlar onu bilirmişlərmi, yoxsa bilmirmişlərmi? Bu arada participants budur da məncə, hə? Hı. Participant. Amma couple experiment deyir axı. Couples da burada ola bilər bəlkə. Couples with other size and Reasoning more likely to rely on wise reasoning. Couple'dan burada danışır. Başqa yerdə couple yoxdur. Tamam. Couple'dan burada danışır. Burada onların bilib bilməməsi haqqında bir şey verib. Not given. Məncə verməyib. Burada nə etdiklərini deyib, amma bilib bilməməyini verməyib də, yəni. Ona görə not given. 36-da students deyirdi. Burada gördüm haradasınız. Deyəm, students. Perspective in the job prospect experiment could choose one of two perspectives to take. Deyir ki, iki perspektivdən nə edə bilərdilər? Could choose one of da, yəni. Birini seçə bilərdilər. Baxaq görək, birini mi seçə bilərdilər həqiqətən? For example, work to reflect on their Were job prospects. instructed to imagine. Burada participating in the job prospects. Aha, versus the Seçməklə bağlı burada heç bir məlumat onu axtarım hal-hazırda bir dəqiqə. Could choose. They were said to imagine. Onlara deyildi ki, if they were distant participants in the more wisdom related, then did participants in the control group. They were instructed to... guys, nə deyir? Deyir ki, onlara deyildi ki, neynəsinlər? To imagine. Təsəvvür eləsinlər. Their career, either as if you were a distant observer or before your own eyes if you were right there. Kənardan biri kimi deyir bir təsəvvür eləməyini istədilər onlardan. Bir də before your own eyes if you like öz gözündən də oradaymışsan kimi təsəvvür eləməyi istədilər. Okay. İndi burada deyir ki, uşaqlar özləri seçməli idilər could choose. Yəni özləri seçə bilərdilər. Amma burada deyir ki, the students were instructed like onlara kimsə deyib də elə bil ki, bunu were instructed. Onda məncə false olacaq. Bildiniz mi? Burada deyir ki, could choose da, yəni onların öz seçimləri var idi. Amma burada nə deyir? Were instructed. Kimsə ona deyib də, yəni get bunu seç, bunu seç, bunu belə bir şeylə başa düşdünüz. Ona görə cavabımız burada false olacaq. Bildiniz niyə? Bu biraz çətin idi amma düzünü desəm. Reasoning nə idi müəllim? Related reasoning orada var. Qərar verməyə əlaqəli. Reason sözünə yadda saxlayın. Okay. Bunu da bildik. Qaldı bu.
Bu da işləmədiyimiz paragrafda olacaq da, yəqin ki, görək halan işləməmişik. Bax, bu ikisini görürsünüz, işləməmişik. Bu üçünü. Yəqin ki, cavablar burada olacaq. Grossman deyir. Grossman. Ona görə sona saxlayıram ki, yerini tapmaq asan olsun. Kollegaları deyir. It's important to have a certain degree of. It's important to have a certain degree of something. Okay. Suggest that the first impression. Different altitudes. Ee, Bir dakika tapır. Bir dakika. Four key characteristics. One indi birini deyir. Internal recognition of our own knowledge. Of our knowledge. Bu da buradadır. Okay. Deyir ki, have a certain degree of something. Intellectual humor or recognition maybe. Recognition sözünün sinonimi var mı burada? Götürə biləcəyim. No. Başqa nə var? Humility var. Maybe humility-ni götürə bilərik. Humility bilirsiniz nə deməkdir? Belə. Fairness. No. Humility like sadəlik də bir növ deyim. Okay. Modesty. Sinonimi nə ola bilər Modesty. sizcə? Azərbaycan Değil. Türkçə şey var ya, alçaq Modesty. gönüllülük. Bizim dildə nədir? Alçaq gönüllülük. Təvazökar. Təvazökarlıq, təvazökarlıq, bəli. Nədir? Modesty də təvazökarlıq Təvazökar. sinonimidir. So, humility, modesty. Başa düşdünüz? Recognition tapmadım, ona görə humility-ni götürdüm. Əgər onu tapsaydım, onu da götürə bilərdim. Fərq etməz. Sonra keçdik bura. And take into account. Take into account-ın sinonimi take into concentration-dır. Yadınızda qalsın, bəzən əvəz edirlər. So, indi burada perspectives. Application bu şeyin sinonimidir. Take into account-ın. Nə deyir? Perspektivləri. Yəni, insanların perspektivləri, insanların nələri olacaq sizcə sinonimi? Burada. Opinions. Opinions. Yes. Bizimki ilə eyni olmayan opinionları da, yəni fərqlənən opinionları. Wider than değişiyor. Okay. Davam edelim bundan. We should also be take broad. Broad nə deməkdir? Wider'ın da sinonimidir. Geniş, Değil mi? evet. Aha. Broad nə bilim nə? Of any situation. Hər hansı bir situasiyanın wider nəyisi olmalıdır. Okay. Başqa bir yerdə də var mı? Broadly. Bu olacaq bəlkə. We reason more broadly. Budur mu görəsən cavab? Orada bir dənə reasons var, amma o da O birisi ilə davam edək, sonra buna baxarıq istəyirsinizsə. Likelihood nəyin sinonimidir, onu da deyim. Çox işləmə sözü çox uzundursuz. Possibility-nin sinonimidir, yadınızda qalsın, okay? Alteration nəyin sinonimidir bəs? Change-in sinonimidir. Bu cümləni bir dənə tapaq. Another key character being given olar. Possibility, change. Giving the friend. Another key character is being aware of the another. Maybe along with compromise, integration. Different. Buna baxın. Different attitudes and beliefs. Fərqli sözünü geniş sözü ilə əvəz edə bilərlər. Attitude və beliefin sinonimi var bizdə. Attitude and belief. View ola bilər. Yes. Həm də E var axı. E desə bizim sayıla bilən tək ismə ehtiyacımız var. Burada da tək sayıla bilən tək isim view'dur. Okay? Keçici 34. Bəzən tapa bilməsəz, artikelına falan baxıb atmağa da çalışa bilərsiniz. Senaryolar deyir. To regard scenarios with something. Decision is to look at scenarios from a third party perspective. Üçüncü göz tərəfdən baxmaq. Yəni, üçüncü gözdən baxsa obyektiv baxırıq da, düzdür? Subyektiv yox. F. Focus more on something. Focus more on interpersonal and moral ideas. Yəni, ədalət olacaq da, yəqin ki, düzdür? Ədalət. Justice and impartiality. Aha, bəli. Hə, justice də var, düz deyirsən.
Mən moral belə düşündüğümdə mənəvi şeylər, yəni ədalət. Ama burada moral olduğu kimi yazmamışdım. Cevap justice'den. Fairness. Şu. Bitti bence. Submit edeyim. Bəli, düzdür. Bunu bir də bundan əvvəl bir dənə də video vardı. Onu da yükləməmişəm. 2 dənə reading'i bir yerdə yükləyəcəm. YouTube'a. Oradan da baxa bilərsiniz dərsin izahına. Gələn dərsimiz, bunu rekordu dayandırın.